Gəlmişin Sinsəyə. Hanging on, walking tall. Some days I got no use for it all. Working hard, making less. Some days are bad, bad at best. Foolish notions, foolish lies. I set to thinking I could make something of me, playing every game except the lottery, serving everybody else and told myself I'm free. Misery is a showy state of bad company. Foolish notions, foolish lies. Foolish notions, they cut me down, down to size. You came along and lifted me up. The going got tough, but the tough got some love. Foolish notions, foolish lies. Foolish notions that made me wanna cry. Foolish notions, foolish lies. Foolish notions. Well, I said goodbye. Sinsəyədən aldıqlarımı paylaşım sizinlə. Keçən dəfə almışdım bu corablardan, xoşum gəldi, yenə aldım. 6 manat 50 qəpiyə aldım. Bir dəstə belə almaq üçün, həm evdə geyməyə, həm də gezmək üçün şalvar kofta aldım. Ayaq hissəsi belə bantikli. Bunu ise 15 manat aldı. Bu ikisi birlikte 15 manat. Sinsəyədən aldıqlarım bu kadar. Bir de Photo Fashion'dan aldığım bir dənə belə bir don aldı. Bu da çox qırmızı düşür, amma bardov rəngdədir. Bunu aldıq 23 manata. Aldıqlarımız bu qədər. Gəlmişəm bağa. Həftədə bir dəfə gəlirəm. Dedim bir ay qalıb da köçməyə. Hər dəfə gələndə bir otağı təmizlərəm. Keçən dəfə qalmışdıq, mətbəxi təmizlədim, çəkmişdim. Bugün də yataq otaqlarını təmizlədim, uşaqların öz otağımı. Aldıqlarımı hər dəfə aldıqca bağ üçün aldıqlarımı gətirib mətbəxə stola yığmışam. Yəni bunu birlikdə yerləşdirərik. O heç o təmizlik üçündür. Paketi də açacağım. İndi sizlə birlikdə yavaş-yavaş da bunları yerləşdirək.
Birinci göstərim nələrdir. Yeni izləyici ola bilər. Belə bir çaşka aldım. Həyatda istifadə etməyə. Paltaryan səsi gəlir. Sadə çaşka götürdüm. Daha sonra belə bir kofka üçün qab götürdüm. Kofka üçün də toyuq falan, ya şirniyyat, nə istəyirsiniz qoyub pişirmək olar. Yox. Sonra stəkanlarım qırılmışdı. Belə altılı stəkan aldım. Və nəlbəki altılı. Əslində 6 dənə bəs eləmir. Varım da 12 kilo almışam. Onlar tozudur, yuyulacaq. Sadəcə bunlar günlük almışam. Neyse, bunları qoyum. Bunları tam düzlü qutudan çıxarıb yerləşdirə bilməyəcəm. Vaxtım yoxdur. İnşallah gələn videolarda bunları yerləşdirərəm. Bəs göstərirəm. Altılı. Daha sonra 2 dənə belə şkafın içini düzenlemek için aldım. Sonra böyle altılı. Böyle bunu sizinle birlikte açın. 6 tane. Daha sonra buzluq için düzenleyici. Hündürlüğü az olan istemiştim. Zaten 4 tane götürdüm belə. 4 beləsi. Uzun soğ olanı. Sumqayıtda Trendyol Bakı var. Oradan almışam. Birini almışam. 1 manat 10 qəpiyə. Bir beləsini isə qiyməti hardaydı. Bu isə 1 manat 50 qəpiyə biri. Çox yaxşıdır. 4 dənə belə, 4 dənə bundan. Sonra bir dənə belə salfetka üçün rulon qoymağa. Bunu da oradan almışdım. Ümumiyyətlə stəkan, nəlbəki, saxlama qabı, bu, daha sonra nələr görsəm, yadıma düşsə deyəcəm. Onlar hamısı Trendyol Bakıdan almışam. Bu deyəsən 6 manat 2 qəpik idi, 7 manat yadımda deyil. Köhnə videolarda demişdim, tam yadımda deyil. Deyəsən 6 manat idi, yoxsa 7 manat idi, bilmirəm. Belə. Sonra bunları Sədrəkdən almışdım. Sədrək videosunda var. Bundan 2 video öncə. Bunları nə üçün almışdım? Qatıq eləmək üçün. Saxsı qabları çox xoşlayıram. Yenə balaca qatıq çalmaq üçün da bunu göstərməm 6 dənədir. Daha sonra bundan öncəki videoda göstərmişdim. Yenə də göstərim. Bir marketdən belə. Bunu həyat üçün aldım. Niyə? Qırılmasın deyə. Sonra belə airfryer üçün yağlı kağız. Bundan aldım. Soyucu üçün ət qoymağa paket. Bir də biraz balaca ölçüsü. Bunu da öncədən almışdım. Mən çox istifadə edirəm. Burada həm balaca, bir də lap balacası da var. Belə, indi bunları yavaş-yavaş yerləşdirəcəm. Bunlar da üyüdücüdür. Birini qaya duzu üçün almışam. Himalay duzu, qaya duzu. Birini də yumru stiyot üçün. Bunu doldurdum. Belə, bunu da alacağım. Kutuları çıxardım. Tuğlayım. Demək olar ki, hamısını yerləşdirdim. Çox məhsul. Saxlama qablarını bura qoydum. Hələ ki, inşallah keçəndən sonra bunları doldurub buzluğa yığacağam. Bura qızların otağıdır. Bunu hələlik qoymuşam bura. Təmizlədim, elədim. Hələlik qalsın. Bu ümumiyyətlə evdən çıxacaq bu. Pəncərələri sildim, pərdəni yudum, astım, tərtəmiz. Divarlara baxmayın, çünki bu il buralar aboylanacaq. Polun da kənarları aboydan sonra hamısı düzələcək inşallah. Buranı belə bitirdim. Çərçivəni də sildim. Əslində 3 gündə işləyirəm. Çox da ev işinə yormaq istəmirəm. Sadəcə axırıncı vəziyyətini göstərirəm ki, yəni hal-hazırda hansı işləri görmüşəm.
Qızların otağı ilə öz otağımın pərdəsini, pəncərələrini sildim, təmizlədim, astım. İsmaillidən toxumlar gətirmişdim, gül toxumları. Bunları dünün buralara elədim. İkincisinə yarıya qədər elədim. İstəyirəm yardan da sona qədər də başqa toxumlar, gül toxumlar eləyim. Düz buradan sona qədər toxum olacaq. Təmizlik düzdür, tam bitməyib. Qonaq otağı qalıb. Qonaq otağının pəncərəsi. Yalan döşəklər də çöldədir. Və var, hər yer yaşılmalıdır. Bugün artıq 4-cü dəfədir gəlirəm bağa. Bir-iki dənə evdə işlər qalıb, onları da bitirim. Gəldim, gördüm. Qıxləçəklərimiz açıb, maşallah. Buradan bir dənə gözəllik gəlir. Bir dənə gözəllik gəlir. Maşallah, maşallah. Həm qıxləçək, həm də itburun. Mən itburun çiçəyini də yığıram. Qışda istifadə eləməyə. Bunları da indi yağacam. Aparıb evdə qurudacam bura keçənə qədər. Hələlik qurusun. Başlayım bunu yığmağa.